Uşaqlar, deməli sizə atdığım sınağın izahını verirəm. Keçirik birinci sualdan başlayaq. Deyir ki, 9 ulduz 87 ədədinin 9-a qalıqsız bölündüyünü bilirik. Və ulduz işarəsinin yerinə hansı rəqəm yazmalıyıq ki, bu ədəd 9-a qalıqsız bölünsün? Deməli, biz ədədin 9-a bölünməsinin qaydasını bilirik. Bilirik ki, ədədin rəqəmləri cəmi 9-a bölünürsə, deməli bu ədəd 9-a bölünür. Gəlin rəqəmlərini toplayaq. 9, 8, 7, üstəgəl ulduz. Bu rəqəmləri toplayanda eləyir 24. 24-ün üzərinə hansı ədədi əlavə etmək lazımdır ki, bu ədəd 9-a qalıqsız bölünsün? Bilirsiniz ki, ulduz rəqəmi ifadə edir. Deməli, 27 olsa əgər, 24-ün üzərinə 3 əlavə etsək, verilən ədəd 9-a qalıqsız bölünər. Deməli, doğru cavab olur nə? 3. Gəldik 22-ci suala, yəni ikinci suala. Burada verilibdir kəsirlər, məxrəcləri müxtəlifdir. Verilən ədədlərin əvvəlcə ortaq məxrəcə, eyni məxrəcə gətirməliyik. Ona görə də birinci, verilən ədədlərin əkobunu tapmalıyıq. Məxrəclərin əkobunu 4, 6, 12. Bu ədədlərin üçünün bir yerdə əkobu 12-dir. Ona görə verilən kəsirin hər birinin məxrəcini 12-yə gətiririk. 12-də 5 olduğu kimi qalır. Sonra 6-da 1-in sürət və məxrəcini 2-yə vururuq. Olur, üstə gələk 12-də 2, çıxaq. 4-də 1-in sürət və məxrəcini isə 3-ə vururuq. Gördüyünüz kimi hamısının məxrəci 12-yə gəldi. Bundan sonra hesablamanı yerinə yetiririk. Olur 12-də 5-in üzərinə 2 gəlir 7, 7-dən də 3 çıxırıq 4. Və verilən kəsiri mütləq ixtisar gedirsə ixtisar aparırıq. Alınır 3-də 1. Deməli, A variantı da doğrudur. Gəldik növbəti suala. Üçüncü sualda nə deyir? Əvvəlcə 3,5-i 0,2-yə vurursunuz. Sonra alınan cavabın üzərinə 1,93 gəlirsiniz. Vurmanın yerinə yetirəndə cavab alınır 0,7 və üzərinə də 1,93 gələndə cavab eləyir 2. Deməli, A variantı burada da doğrudur. 24-cü suala baxaq. Deyir ki, mənfi 12-dən böyük, 5-dən kiçik olan tam ədədlərin cəmini tap. Mənfi 12-dən böyük və 5-dən kiçik olan ədədlərin cəmini istəyir. Bu ədədlər hansılardır? Mənfi 11, üstəgəl mənfi 10, üstəgəl mənfi 9. Bu şəkildə düz 4-ə qədər davam eləyir. Və biz bu ədədlərin cəmini yazanda nəyə fikir verməliyik? Verilən müsbət və mənfi ədədlər içərisində əks ədədlər varmı? Bəli. Burada mənfi 4-dən 4-ə qədər olan bütün ədədlər bir-birinin əksidir. Əks ədədlərin cəmi 0 olduğuna görə mənfi 4-dən 4-ə qədər olan ədədlərin cəmi 0-a bərabər olur. Qalır sadəcə mənfi 11, mənfi 10, mənfi 9, mənfi 8, mənfi 7, mənfi 6 və mənfi 5. Verilən ədədlərdə toplayanda cavab alınacaqdır mənfi 56. Aha, deməli bu C variantı da doğrudur. Getdik növbəti suala, 5-ci suala. 30 dəqiqənin 2 saata nisbətini tapın. Əvvəlcə gəlin görək 2 saatımız neçə dəqiqədir? 1 saatımız 60 dəqiqədir. 2 saatımız isə 2-ni vururuq 60-a eləyir 120 dəqiqə. İndi 30 dəqiqəni bölürük 120-yə. Hər ikisini 30-a ixtisar aparırıq. Alınır 4-də 1. Amma burada kəsr yox, nisbət şəklində verilir. Nisbət şəklində yazanda sürətdəki ədədi məxrəcdəki ədədə bölmə şəklində yazmaq kifayətdir. Kəsr xəttini bölməyə çevirirsiniz. Birinci ədəd sürətdəki ədəd olur, ikinci ədəd isə məxrəcdəki ədəd. Deməli, B variantı da doğrudur. Keçdik növbəti suala. Deyir ki, tənliyi həll edin. Tənliyi həll etmək üçün sağda və solda olan x-ləri, ədədləri bir tərəfə yığırıq. Və bir tərəfdən digər tərəfə keçirdəndə mütləq işarəsinə fikir veririk. 4x olduğu kimi qalır. 2x sağdan sola keçir. Və keçəndə işarəsini əksinə dəyişir.
1 olduğu kimi qalır. 7 soldan sağa keçir, işarəsini əksinə dəyişir. Sadələşmələr aparsa 2x bərabərdir 8-ə, x bərabərdir 4 olur. Doğrudur. Keçirik növbəti suala. Burada deyir ki, verilən ədədin faizini tap. 360 ədədini 25 faizini tapanda ədədi faiz göstərən ədədə vurub 100 faizə bölürük. Biz burada faizlə 25 faizlə 100 faizin hər ikisini 25-i ixtisar aparırıq. Qalır surətdə 1, məxrəcdə 4. 360-ı da 4-ə böləndə cavab eləyir 90. Keçdik növbəti suala. Əkob əbobun tapılması. Verilən ədədlərin əkobunu, əbobunu hesablayaq. 8-ci sual. Əbob 18 ilə 24 üstə gələk əkob 18 ilə 24 bərabərdir. Aşağıda hər ikisi ədədi sadə vuruqlara ayırırıq. 18 2-yə bölünür 9, 9 3-ə bölünür 3, 3 isə 3-ə bölünür 1. 24 2-yə bölünür 12, 12 2-yə bölünür 6, 6-nı da 2-yə bölürük 3, 3-ü də 3-ə bölürük 1. Verilən ədədlərin əbobunu ayrı-ayrıqda hesablayıq. Əbob tapanda ortaq olan sadə vuruqları seçməyimiz kifayətdir. 2 ilə 3 və onları bir-birinə vururuq. Əbob eləyir 6. Üstə gələk. Əkob tapanda isə ortaq olan sadə vuruqları üstünə xətt çəkirik. Böyük ədədin kiçik ədəddə ortaq olmayan sadə vuruğuna vururuq. 24-ü 3-ə vururuq. Eləyir 72. 72 ilə də 6-nı toplayanda elədi 78. Doğru cavabdır. Keçirik növbəti suala. 2 nöqtə arasında məsafə. 2 nöqtə arasında məsafəni tapanda sağdakı nöqtənin koordinatından soldakı nöqtənin koordinatını çıxılır. Və burada 2 mənfi yanaşı gəldiyinə görə bunlar toplanır. Eləyir cavab neçə? 7. Bu da doğrudur. Gəldik növbəti suala. Deməli, tərəfi 6,5 cm olan kvadratın perimetrini tap. Biz bilirik ki, kvadratın 4 tərəfi var və 4-ü də bir-birinə bərabərdir. Ona görə perimetri 4A düsturundan hesablanılır. A isə burada kvadratın tərəfidir. 4-ü 6,5-ə vuranda eləyir cavab 26 cm. Doğrudur. Keçirik növbəti suala. Baxaq. 11-ci sual. Aşağıdakı qrafik diaqramında ilin ilk 4 ayında satılan telefonların sayı verilmişdir. Satışların orta aylıq sayı nə qədərdir? Orta aylıq dediyinə görə hər ayda verilənləri ümumi tapmaq üçün toplayırıq. Ümumi nə qədər telefon satılır? 60, üstə gəl 20, üstə gəl 70, üstə gəlinsin 50. Verilən ədədləri toplayanda eləyir 200 və 4 ay ərzində satılan telefon dediyinə görə 4 ayda 200-ü də bölürəm 4-ə. Deməli, orta aylıq nə qədərdir? 50. Doğru cavabdır. Verilən ədədlər, kəsirlər artan sıra ilə yaz. Biz bu kəsirləri ya məxrəclərini eyniləşdirməliyik, ya da sürətlərini. Gəlin məxrəclərini eyni məxrəcə gətirək. 10, 5 və 15-in üçünün bir yerdə əkobu 30-dur. Ona görə 5-də 4-ün sürət və məxrəcini 6-ya vururuq. Olur 30-da 24. İkincini 10-da 7-yə 3-ə vururuq. Olur 30-da 21. Üçüncünün isə sürət və məxrəcini 15-də 13-dür. Sürət və məxrəcini 2-yə vururuq. Olur 30-da 26. Və verilən ədədləri müqayisə eləmək daha rahat olur. Çünki məxrəcləri bərabərdir. Məxrəcləri bərabər olan kəsirləri artan sıra ilə dediyinə görə ən kiçiyi götürməliyik. Burada ən kiçik sürəti 21 olandır. Yəni 10-da 7, sonra 30-da 24, yəni 5-də 4-dür. Sonrakı isə 15-də 13-dür. O da eləyir A variantı doğrudur. 3 fəhlə bir işi 12 saata yerinə yetirir. Deməli, 3 fəhlə 13-cü sual. 3 fəhlə bir işi 12 saata yerinə yetirir. Bəs 4 fəhlə neçə saata yerinə yetirər?
Biz bilirik ki, asılıqlar iki cür olur. Düz asılıq, tərs asılıq. Əvvəlcə təyin etməliyik görək. Bu düz asılıqdır yoxsa tərs asılıq? Eyni işi dediyinə görə yadınızda qalsın. Deməli, bu asılıq tərs asılıqdır. Fəhlənin sayı artanda iş qüvvəsi azalmalıdır. İşi qutarma vaxtı azalmalıdır. Yəni, iş daha tez qutarmalıdır. Eyni işdən söhbət gedir. Ona görə bunlar tərs asılıdır. Tərs asılığı hesablayanda ədədlər qarşı-qarşıya vurulur. Yəni, 3 vur 12 bərabərdir. 4 vur x olur. Buradan da x bərabərdir 9. Düzdür. Sonra gəldik növbəti suala. 14-cü yazaq biz burada. Deməli, malın qiymətini əvvəlcə 20% artırdılar. Sonra isə yeni qiyməti 10% endirdilər. Malın ilkin qiyməti neçə faiz dəyişdi? Biz bunu 100% üzərində hesablasaq, hesablamada səhvə yol verməli. Əvvəlcə 100% 100 manat olaraq qəbul eləyək. Əvvəlcə 20% artdı deyir. 100-ü 20% artıranda, 100 manat 20% artıranda bu eləyir 20 manat. Bunlar ixtisar gedir. 100-də qalır 20. 100-ün də üzərinə 20-ni əlavə eləyəndə olur 120 manat. İndi isə deyir ki, yeni məbləği 10% endirdi. İndi 120 manatı 10%-ni tapaq. O da eləyir 12. Endirdi dediyinə görə 120 manatdan çıxırıq 12 manatını. Qaldı 108 manat. İndi sonda məbləğ necə dəyişdi? Əvvəlcə 100 manat idi. Sonda oldu 108 manat. 108 manatdan 100 manatı çıxıram. O da eləyir 8 manat artdı. 100 manat 100% ifadə elədiyinə görə deməli 8 manat artmaq elə 8% artmaq deməkdir. O da olur A variantı. Doğrudur. Gəldik 15-ci suala. Burada deyir ki, iki avtomobil eyni məntəqədən əks istiqamətdə hərəkətə başlayır. Yəni, bu məntəqə olsun, avtomobillərdən biri sağa doğru, biri sola doğru hərəkət edir. Birinin sürəti 60 km bölünsün saatdır. Digərinin sürəti isə 70 km bölünsün saatdır. 3 saatdan sonra bu avtomobillər arasındakı məsafəni soruşur. 3 saatdan sonra avtomobillər əks istiqamətdə getdiyinə görə bu avtomobilin sürətləri toplanılır. Olur belə. 60 üstəgəl 70 və zaman da 3 saatdır. Gedilən yolun uzunluğunu tapmaq üçün sürəti zamana vurursunuz. O da eləyir nə? 130 vurulsun 3, 390. Və yaxud da hər avtomobilin getdiyi yolu ayrı-ayrı hesablayırsınız. Birinci avtomobil 3 saata nə qədər yol gedib? 60-ı vurursunuz 3-ə. İkinci avtomobil 3 saata nə qədər yol gedibdir? 70-i vurursunuz 3-ə. Bu da eləyir 180 üstə gəlinsin 210 bərabərdir 390 kilometr. B variantı doğrudur. Gəldik 36-cı suala. Qeyd eləyək. Deməli, 20 şahiddən 12-si ingilis dilini, 10-u isə rus dilini öyrənir. Hər iki dili öyrənən 5 şagird var. El-Elven dairələrinin köməyi ilə çəksək, daha düzgün hesablamış olaraq, hesablamada səhvə yol verməzsiniz. Deməli, iki dili, biri ingilis dilidir, ingilis dili, digəri isə rus dilini öyrənən şagirdlərdir. Hər iki dili öyrənən şagirdlərin sayını yazıram ortaya, kəsişməyə. İngilis dilini öyrənən cəmi 12 nəfər şagird vardır. 5 nəfəri ortaya yazılanda kənarda, yəni təkcə ingilis dilini öyrənən 7 nəfər şagird qalır. 12-dən 5-ini çıxırsınız. Rus dilini öyrənən 10 dənə şagird var idi. 5 dənəsi kəsişməyə düşdüyünə görə kənara 5 dənə şagird qalır. İndi bizə deyir ki, heç bir dili öyrənməyən şagirdlərin sayı. Dil öyrənən ümumi şagirdlərin sayını tapmaq üçün verilən ədədləri toplayırsınız. 17. Sinifdə 20 şagird var idi. Bunun 17-si dil öyrənirsə, deməli 3 nəfər heç bir dili öyrənmir. Doğrudur. Getdik növbəti suala. 37-ci suala bax. Hesablamadır. Əvvəlcə birinci vurmanı yerinə yetiririk. Yəni, mənfi 1,2-ni vururuq 0,5-ə.
mənfi 1,2-ni vururuq 0,5-ə çıxaq. Mənfi 2,4-ü də bölürük. Mənfi 0,8-ə bərabərdir. Mənfi 1,2-ni 0,5-ə vuranda eləyir 0,6. Burada mənfi 2,4-ü 0,3-ə böləndə eləyir 8. Müsbət 8, amma qarşısında mənfi olduğuna görə olur mənfi 8. Baxın, hər iki ədədin qarşısında mənfi işarəsi var. Buna görə də bu ədədlər toplanır, olur 8,6. Doğrudur. Sonra gəldik 38-ci suala. Deyir ki, açıq bucaq 3-ün 7 nisbətində 2 hissəyə bölünür və böyük bucağın dərəcə ölçüsünü tapın. Açıq bucaq 180 dərəcədir və burada aslılıq düz aslılıq formasında verilir. Ona görə də verilən ədədlərin yanına x əlavə edirik mütənasiblik əmsalını. Cəmini bərabər edirik 180 dərəcəyə. 10x bərabər olur 180 dərəcə. Buradan mütənasiblik əmsalını tapırıq 18. İndi bizdən bucaqları istəyir. Bir dəfə 3-ü 18-ə vururuq 54 dərəcə. Bir dəfə də 7-ni 18-ə vururuq. Eləyir 126 dərəcə. Bizdən böyük bucağı istədiyinə görə 126 dərəcə götürürük. Gəldik 19-cu suala. Deməli, 19-cu sualda nə deyir? 3 qutuda cəmi 72 kiloqram alma var. Birinci qutudakı alma, ikinci qutudakı alma, birinci qutudakı almanın 1,5 mislidir. Üçüncü qutudakı alma isə birinci qutudakı almanın 0,5 mislidir. Əvvəlcə qutuları qeyd eləyək. 3 dənə qutu var. Sonra asıllıqları quraq. Deməli, ikinci qutudakı alma birinci qutudan 1,5 mislidir. Onda birinci qutuda x alma olsun. İkinci qutuda bunun 1,5 misli. 1,5 x olur. Üçüncü qutuda isə birinci qutunun 0,5 misli. O da eləyir 0,5 x. Və bunların hamısı bir yerdə cəmi 72 kiloqramdır. Verilən ədədləri toplayırıq. Bərabər eləyirik 72-yə. Toplayanda eləyir 3x bərabərdir 72. Buradan da x bərabərdir 24. Elə bizdən birinci qutudakı almaların sayını istəyir. O da eləyir 24. Deməli, bu da doğrudur. Gəldik sonuncu suala. Burada deyir ki, radiusu 4 sm olan dairənin sahəsini tap. Dairənin sahəsi üçün xüsusi düstur var. Pi r-in kvadratı. Bizdə pi-nin də qiyməti qeyd olunub, r-in də qiyməti. Sadəcə aparıb yerinə qoyub hesablayırsınız. 3,14-ü vurursunuz 4-ün kvadratına. O da eləyir 3,14 vurulsun 16. O da bərabər olur 50,24-ə. A variantı. Bir dənə sonuncu sualda səhv ediblər.